Bugündən etibarən Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərə qarşı sərt qaydalar qüvvəyə minib. Bu pozuntulara yol verən xarici ölkə vətəndaşı 1000 laridən 3000 lariyədək cərimələnəcək və onun müəyyən müddətdə Gürcüstana girişi qadağan olunacaq. Yeni miqrasiya qanunvericiliyinə əsasən Gürcüstanda qalma müddətinin 3 ayadək pozulmasına görə 1000 lari cərimə və 6 ayadək ölkəyə giriş qadağası tətbiq olunacaq. Müddətin 3 aydan 1 ilədək pozulmasına görə cərimə 2000 lari, ölkəyə giriş qadağasının müddəti 2 il təşkil edəcək. Qalma qaydalarını 1 ildən artıq müddətə pozan əcnəbilər isə 3000 lari məbləğində cərimələnəcəklər və onların 3 il müddətinə ölkəyə girişi qadağan olunacaq. Tranzit qaydalarının pozulmasına görə isə əcnəbilər 500 lari məbləğində cərimə ödəməli olacaqlar. Hesab edilir ki, yeni qaydalar qeyri-qanuni miqrasiyaya nəzarətin gücləndirilməsi və sığınacağın verilməsi prosedurlarından sui-istifadənin qarşısını almaq məqsədi ilə tətbiq olunub. Qeyd edək ki, bu vaxta qədər qüvvədə olmuş qanun əcnəbinin ölkədən çıxarılmasını nəzərdə tutmurdu. Cərimənin məbləği isə 180 laridən 360 lariyə qədər təşkil edirdi. Yeri gəlmişkən, təkcə ötən ay Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 107 əcnəbi deportasiya edilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə Rusiya, Azərbaycan, Hindistan, Pakistan, Misir, Türkiyə, İran, Nigeriya, Kamerun, Sudan, Bangladeş, Iordaniya, Myanmar, Nepal, Suriya və Efiopiya vətəndaşları olan 107 əcnəbinin ölkəyə girişi qadağan edilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən bu ilin ilk 9 ay ərzində isə Gürcüstandan 852 nəfər xarici ölkə vətəndaşı qovulub ki, bu da 2022, 2023 və 2024-cü illərdə deportasiya edilmiş əcnəbilərin ümumi sayını əhəmiyyətli dərəcədə üstələyir.